Salam əziz yoldaşlar, xoş gördük hər birinizi. Sizinlə biz Dövlət İmtahan Mərkəzinin 20 apreldə keçirdiyi buraxılış imtahanının Azərbaycan dili suallarından Azərbaycanda mozaika sənəti mətninin izahına baxacağıq. Digər qrammatika suallarının və əvvəlki mətnin, birinci mətnin izahı kanalda yerləşdirilib. Maraqlı olanlar girib baxa bilərlər. İzahdan öncə sizdən kiçik bir xahişim var. Videonu bəyənməyi və kanala abunə olmağı unutmayın, zəhmət olmasa. Birinci sualda deyir ki, yəni 47-ci sualda mətnə əsasən doğru fikirləri müəyyənlə. Sadə və mürəkkəb həndəsi fiqurlar orta əsrlərdə yaranmışdır. Deməli, orta əsrlərdə Azərbaycanda tikililərdə maraqlı dekorativ mozaikalar yaradılıb. Bir də bu hissədə var. Eyni və ya müxtəlif rəngli sadə və mürəkkəb həndəsi formada kəsilmiş şüşə və daş hissələrdən hazırlanan dekorativ sənət mozaika adlanır. Yəni bizə demir burada sadə və mürəkkəb həndəsi fiqurlar bu dövrdə yaranması haqqında bir məlumat yoxdur. Biri çıxırıq. Rəngli şüşələrdən və ağac parçalarından istifadə edilərək mozaika yaradılmışdır. Bu doğru fikirdir. Bunu harda görürük? Baxın burada Şəki Xan Sarayında deyir ki, ağac parçalarından və rəngli şüşələrdən geydirərək mozaika əsəri yaradılıb. Deməli 2-ni götürürük. Növbətinə baxırıq. Nizami metro stansiyasındakı mozaikalar hazırlanarkən Nizami xəmsəsinə müraciət edilmişdir. Bu da doğru fikirdir. Çünki baxın burada deyir ki, salonun divarlarındakı mozaik təsvirlərdə xəmsəyə daxil olan əsərlərdə müxtəlif səhnələr, insan obrazları əks olunmuşdur. Deməli bundan istifadə edib orada iştirak edən obrazların və s. təsvirini verib, mozaikasını çəkib. Deməli 3 də doğrudur. Müxtəlif materialdan hazırlanan günəş, torpaq, su və bitki təsvirləri bərpa olunmuşdur. Bərpa olunmağı haqqında məlumat yoxdur. Sadəcə dağılmağı haqqında məlumat var. Bu Ağdam çörək zavodunda idi. Mozaika hazırlanmış günəş, torpaq, su, bitki, insan təsvirləri əks olunmuşdur. Ağdam şəhəri işğal olunarkən muzey dağıdılmış, muzeyin divarları qalsa da mozaika hissəsinə ciddi ziyan dəymişdir. Burada bərpa olunması ilə bağlı bir məlumat yoxdur. Ona görə 4 yanlışdır, 5 də doğru fikirdir. Ölkəmizin müxtəlif bölgələrində mozaiklərdən istifadə olunub. Bəli, Şəkidə, Naxçıvanda və s. istifadə olunub. Cavab oldu 2, 3, 5, yəni E variantı. 48-də hansı ifadə nöqtələrin yerinə əlavə edilsə mətnin məzmununa xələl gəlməz? Deməli, deyir ki, nöqtələr hardadır? Bu gün də təmir bərpa işləri görülsə də rəngli şüşələrin orijinallığı qorunub saxlanılmışdır. Cavab C variantı olmalıdır. 49-da mətnə əsasən cədvəldəki uyğunsuzluğu müəyyən edin. Nizami metro stansiyasında mozaikalardan istifadə olunub. Bakı metrosu dünyanın ecazkar tərəfdarları metrolarından biri hesab olunur. Bu doğru uyğunluqdur. Çünki baxın burada deyir ki, Nizami Gəncəvi xəmsəsinin bədii tərcüməsi qəbul olunan bu tədbir sayəsində deyir ki, Nizami Gəncəvinin xəmsəsinin bədii tərcüməsini kimi qəbul olunan bu tərtibat sayəsində Bakı metro stansiyası dünyanın ecazkar tərtibatlı metroları sırasındadır. Belə bir məlumat var mətndə. Ona görə 1-i çıxırıq. 1 ilə olan variantları çıxırıq. Cavab ya 200-dür, ya 2-4-dür. 2 doğrudur. 3-ə baxırıq. Zəfər sərgisində milli qəhrəmanın, yəni 2-ni götürəcəyik. Uyğunsuzluğun biri budur. Zəfər sərgisində milli qəhrəmanın şərəfinə hazırlanan mozaik nümayiş olundu. Mozaika generalın ailəsinə bağışlandı. Bəli, nəticədə belə bir şey oldu. Bu da doğrudur. Uyğunsuzluğun biri 2-dir. Deməli, cavab olacaq yox. Nümayiş olundu. Üzr istəyirəm. Deməli, biri 2-dir. 2. Biri də 3-dür. 4 var. Deyir, Ağdam şəhəri işğal altında olub. Ağdam çörək muzeyinin mozaik hissəsinə ziyan dəyib. Bəli. Bunu burada görürük. Ağdam çörək zavodu da olan mozaika Ağdam şəhəri işğal altında olarkən muzey dağıdılmış. Muzeyin divarları qalsa da mozaik hissəsinə ciddi ziyan dəymişdir. Belə bir məlumat var. Cavab oldu 2, 3, yəni B variantı. Mətndə məlumat var. Mozaikalarda istifadə olunan materialların eyni olmaya bilər. Bəli, şüşədən, ağacdan və s. istifadə oluna bilər. Mozaika nəm suvaq üzərində düzülə bilər. Belə bir məlumat da var. Baxın, burada deyir ki, şüşə və daş hissəciklərdən hazırlanan dekorativ sənət muzeyi adlanır. Bu sənətdən xırda, qeyri-şəffaf şüşə parçaları nəm suvağın üzərinə düzülərək gözəl sənət əsəri yaradılır. Bu da doğrudur. Deməli,
1 və 2 ilə olan variantlara baxmalıyıq. 1, 2, ya 3, 4-dür, ya 4, 6-dır. Qalanları çıxır. Zaviyə məscidinin bütün divarları mozaika ilə bəzədilir. Belə bir məlumat yoxdur. Ona görə 3 də çıxır. Cavabımız qaldı 1, 2, 4, 6. Mətndə məlumat yoxdur. Azərbaycanda müxtəlif metro stansiyalarında mozaika sənətinə rast gəlmək olar. Bəli. Deməli, bu yanlışdır. Müxtəlif metro stansiyalarını bilmirik. Belə bir məlumat yoxdur. Yalnız Nizami metro stansiyası var. Milli qəhrəman Polad Həşimovun mozaikası sərgisində nümayiş olunur. Bəli, sərgidə nümayiş olunmağı var. Ağdam çörək zavodu mozaika bərpa olunmuşdur. Mətndə belə bir məlumat yoxdur. Cavab olur C variantı. Altından xəsərmiş sözün konteksti ümumi mənada işləndiyi cümlə. Deməli, altından xəsərmiş sözümüz hansıdır? Bəli. Deyir ki, sadə və mürəkkəb həndəsi formalarda kəsilmiş şüşə, daş hissələrdən hazırlanan dekorativ sənət mozaika adlanır. Kəsilmək burada kəsmə, doğramaq mənasındadır. Görək. Lətifə mağazaya çatana qədər yağış kəsdi, eyni mənada deyir. Hər yandan gələn gülüş səsləri birdən kəsildi, bu da deyil. İllərlə ermənilər torpaqlarımızı qənim kəsildi, deyil. Fələyin zülmü kəsilmək bilmir, deyil. Donun tikilməsi üçün parça kəsildi, bəli, burada kəsildi, doğrulma mənasındadır. Cavab olur E variantı. İşarə qoyulmuş hissəyə hansı cümlə artıraraq mətni genişləndirmək olar? Deməli, yoldaşlar, işarə qoyulmuş hissə budur. Rəngarəng mozaikalar metroya xüsusi gözəllik verir. Böyük ideya və bədii estetik əhəmiyyəti kəsb edən mozaika lövhələr stansiyanın geniş yeraltı vestibüllərini şəkil qalereyasına bəzətmiş, buraya muzey abazı vermişdir. Deməli, buna uyğun olan burada E variantı olacaq. Mozaiklar xalq rəssamı Abdullayevin tərəfindən yaradılmışdır. Cavab olur E variantı. 53-də mətn əsasən hansı suala cavablandırıla bilməz? Mozaikanın tarixi hansı dövrə bağlıdır? Şumer. Var. Şumer dövlətindən bağlıdır. Şəşixan sarayında mozaikaların hazırlanmasında nədən istifadə olunur? Ağacdan, şüşədən istifadə olunur. Ağac parçaları, şüşə. Hazırki dövrdə mozaika sənətindən istifadə edilmir? Bəli, istifadə edilir. Naxçıvanda deyil, istifadə edilir. Şumer dövlətində hazırlanan mozaikalardan nə üçün balıq qulağından istifadə olunur? Bax, bunun cavabı yoxdur. Cavab olur D variantı. Üzərində rəqəm yazılmış hansı sözlər məcazi mənadadır? Bu rahatdır. Deməli, mozaika tarixi Şumer dövləti ilə bağlıdır. Biri 1-dir, məcazidir. Biri də 4-dür burada. Buraya muzey ab-havası vermək, ab-hava vermək məcazi mənadadır. Cavab olur 1, 4. Yəni C variantı. Bu qədər. Sağ olun.